Rəsulzadənin xatirələrinə görə bundan sonra Stalinin xüsusi istəyi ilə onlar arasında bir görüş təşkil olunmuşdu. Əslində bu görüş çox da sıradan bir görüş deyil, çünki bir zamanlar Stalin və Rəsulzadə Çar Rusiyasına qarşı eyni inqilabi mühitdə mübarizə aparmışdılar. Hətta bu dövrdə onların yolu bir neçə dəfə kəsişmişdi. Rəsulzadəyə görə Stalin görüş zamanı bildirir ki, keçmiş mübarizə yoldaşı olan Rəsulzadənin həbsxanada qalmasını doğru hesab etmir. O, Rəsulzadəyə azad şəkildə Bakıda qala biləcəyini deyir, amma eyni zamanda əlavə edir ki, Bakı onun üçün təhlükəlidir. Ona görə də Stalinlə birlikdə Moskvaya getməsi ən doğru yoldur. Əslində isə bu təklifin arxasında dostluqdan ziyadə siyasi bir hesab var idi. Sovet hakimiyyəti Rəsulzadə kimi simvolik bir simanı öz tərəfinə çəkə bilsəydi, bu Azərbaycan xalqına böyük bir mesaj ola bilərdi. Ən azından Sovet rejimi onu xalqın gözündə neytrallaşdırmağa çalışırdı. Rəsulzadənin özü də bunun fərqində idi. O, kitabında Stalinlə həbsxanadakı ilk görüşünü bu cür təsvir edirdi. Mən Rus-Sovet komissarı Stalin deyilən şəxsi tanımırdım. Mənim tanıdığım Qafqaz inqilabçısı Koba idi. Rəsulzadə yol yoldaşları ilə etdiyi müzakirələr nəticəsində bu qənaətə gəlir ki, mövcud şəraitdə Moskvaya getmək ən uyğun seçimdir.